Konstitusiya və suverenlik ili çərçivəsində ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir mövzusunda konfrans keçirilib. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib önünə tərgül dəstələr düzüblər. Heydər Əliyev Muzeyində təşkil olunan konfransda çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirinin müavini. Nazir vəzifələrini icra edən Həsən Seyidov bildirib ki, Ulu Öndərin müəllifi olduğu uzunmüddətli gərgin əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək vətəndaşların hüquq və azadlıqlarının təminatı üçün hər tərəfli zəmin yaradır. Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli müstəqilliyimizi bərpa etdikdən sonra yeni konstitusiyanın hazırlanmasının Azərbaycan dövlətçiliyinin qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib. Vurğulanıb ki, konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, özündə tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir. Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov qeyd edib ki, 1995-ci ilin 12 noyabr tarixində qəbul olan konstitusiya ötən müddət ərzində dinamik şəkildə inkişaf edərək insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayıb. Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil Aparatının böyük məsləhətçisi Nuraynə Kərimova, Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev qeyd ediblər ki, müstəqil Azərbaycanın konstitusiyası dinamik, ölkəmizin inkişaf strategiyasını müəyyən edən əsas sənəddir. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan konstitusiyası və Azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaq. Baş ədliyyə müşaviri Faiq Səfərov müəllifi olduğu Ədalətin Təntənəsi kitabını müzeyə hədiyyə edib. Həmçinin Azərgold Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Ulu Öndərin 100 illiyi münasibəti ilə istehsal olunan 100 il və onun fövqündə bir irs adlı monita müzeyə təqdim olunub. Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.